Kimdir buranın yiyəsi? Buyurun xanım, nə olub? Sənsən? Bəli xanım, buyurun. Siz niyə cəmaatı ağlatırsınız? Kim alaqmışıq ki xanım? Neyəm ki, bir danışın da. O gün gəldim bura moydadır sifariş verməyə. Durub mənə verib meyvə qabı. Ay xanım, boş ver dönüm. Bizdə hamam aksesuarlardır, meyvə qabı nə gəzir bizdə? Amma beynimi çöndərmə, o qara uzun oğlan ana. Xanım, bulan biz təzə açmışıq. Burada bir mən olan, bir də satıcı. Çəkil qırağa. Onu deyirdim. Xanım, bu o qədər gözəl meyvə qabıdır ki, yəni 15-20 nəfərlik qonaqlıqda meyvələri doldurun bura. Bu nə danışır ha orada? Düyü nədir? Xanım, bir dənə bağışlayın. 2 saniyə gəldi. Xanım, yəni bir həftə ərzində 15 nəfərə bu meyvə qabını Bağışlayın, satır. bir dənə baxın. Bir dənə gəldi sənin işin var. Sən gitsən, biz nə vaxtdan meyvə qabı satmışıq. Biz hamam aksesuarları satırıq. Müdür, nə fərqi var? Əsas satırım gedir də deyil, alacaq indi. Deməli satış edirsən hə? İndi mən səni göstərərəm. Dünənki zəli. Buyurun xanım. Vay vay. Ağa neynədin? Sənin yanasan sən elədin də. Bağışlayın, bu meyvə qabı neçə idi? Aa, meyvə qabı deyil. Vay 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 vay, vurma qapılarına.